Bismillah və bi-zikri veliyillah. Esselamu aleyküm cemiyen və rahmetullahi teala və barakatuhu. Hər birinizin bayramınız mübarək olsun. Allah bu gözəl bayramın müqabilində hər birinizin dualarınızı və itayətlərinizi qəbul eyləsin. Bugün istəyirəm sizlərə Ramazan ayının qəzaları barəsində fiqdən bir neçə hökm paylaşam. Allahın izni ilə bugün Şəvval ayının ikisidir. Yəni dünən bayramı idi. Bəzi qardaşlar şərh bölmələrində yazırlar ki, Şəvval ayının əvvəllərində müstəhəb oruc günləri var. Və hədislər paylaşırlar ki, Şəvval ayının ilk 6 günündə kim oruc tutarsa, bilin orucunu tutmuş olar. İlk əvvəli bunu qeyd eləyək ki, bu hədis keçərsiz bir hədisdir və bizim İmamiyyə əqidəsinə əsasən belə bir səhih sənəd hədis sabit olmamışdır alimlərimiz tərəfindən. Və bunu da qeyd edeyim ki, fayda babından bayram günü, yəni dünən bayram günü idi. Bayram gündən sonra ilk 3 gün ümumiyyətlə oruc tutmaq kərahətlidir. Hətta o qardaşlarımız, o bacılarımız ki, istəyirlər ki, Ramazan ayının qəza oruclarını əda eləsinlər, çalışın bu günlərdə əda eləməyin. Bu 3 gündə əda eləməyin. Çünki fəqihlərimizin rəyi budur ki, bayramdan sonra ilk 3 gün oruç tutmaq kərahətlidir və oruç tutmaqdan çəkinin. Və bizdən olmayan batil cərəyanlarında sözlərinə qulaq asmayın. Deməli, ən çox verilən suallardan da biri budur ki, Ramazan ayından sonra bəzi möminə və möminələrin qəzaları var. Bəziləri səfər eləyiblər, bəziləri xəstə olublar və yaxud da bəziləri hansısa bir səbəbdən dolayı həmən günü oruç tuta bilməyiblər, üzürlü bir səbəbdən dolayı. Bəs əgər bunlar Ramazandan sonra qəzaları necə tutmalıdırlar sualına istəyərdim belə bir cavab verim. Gələn Ramazana qədər vaxtları var ki, həmən qəza oruçlarını əda eləsinlər. Misal, bir şəxsin əgər çoxlu qəza oruçları varsa, məsələn, fərz eləyək ki, 5 ilin, 6 ilin və daha çox və yaxud da daha az qəza oruçları var ki, həmən illərdə oruç tutmuyor. Həmin şəxs nədir? Qəzası, həmin oruçların qəzası yenə də nədir? Onun üzərindədir və götürülmür. Gərəkdir ki, qəza oruçlarını yerinə yetirsin. İndi bəzi insanlar ki, həmən gün qəza eləyiblər, ya səfər eləyiblər, ya hansı bir səbəbdən dolayı həmən gün oruç tutmuyublar. Onlar gələk nədir? Həmən günün qəza orucunu gələn Ramazana qədər əda eləsinlər. Və sual, bir şəxs qəza orucu tutduğu zaman, məsələn, fərz eləyək ki, bugün mən qəza orucu tuturam. Məhz hansısa bir səbəbdən dolayı həmən orucu da aça bilərəmmi? Yoxsa eyni Ramazan ayındakı orucun şərtləri kimidirmi? Fəqihlərimizin rəyi budur ki, zöhr namazına qədər əgər açmaq niyyəti eləsə, hansısa bir səbəbdən dolayı aça bilər. Heç bir işğalı yoxdur. Yox, əgər zöhr namazını keçsə və zöhr namazından sonra bilərəkdən qəsd eləsə orucunu açmağa, gərək nədir ki, həmən şəxs kəffarə ödəsin. Həmən günün kəffarəsi də 10 kasıbı doyuzdurmalıdır. Yəni, mud yedizdirməlidir, belə deyək. Minimum 750 qram həcmdə. Əgər çox kasıb olsa, fərz eləyək ki, məsələn, 10 kasıbı doydura bilmir, buna gücü çatmır. Əgər gücü çatmasa nədir? 3 gün ərzində nədir? Oruç tutmalıdır. Digər suallardan da biri budur ki, əgər bir şəxs Ramazan ayında ya səfər eləyərsə və ya məsələn heyizli olarsa, yəni qadınlara aiddir bu daha çox, adət vaxtı gələrsə Ramazan ayında və yaxud da nifas. Nifas da qadınlara aiddir, həmçinin qadın doğum etdikdən sonra ondan gələn qana nifas deyilir. Bu, nədir? Uşaq dünyaya gətirdiyi zaman olan bir məsələdir. Bunlar neynəsin? Bunlar gərək həmin günü nədir? Həmin günlərdə oruç tutmasınlar, Ramazan ayında əlbəttə ki, və onun qəzasını da gələn ilə qədər uyğun bir vaxtda nədir? Əda eləsinlər. Fərz eləyək ki, həmin şəxs boynunda bu məsələlər var. Ya nifasdan, ya heyzdən bu adam Ramazan ayında oruç tuta bilmədi. Bəs o şəxs əgər ölsə, necə? Onun yerinə kimsə tutmalıdır bu orucu? Fəqihlərimizin rəyi budur ki, əgər həmin şəxs boynunda bu orucun qəzaları olsa və ölərsə, həmin şəxsə nədir?
qəzasının tutulması vacib deyil. Yəni həmin şəxs nədir? Bağışlanır. Bir şəxs əgər ya huşsuz olarsa Ramazan ayında və yaxud da komada olarsa, o şəxs qəza eləməlidirmi orucunu? Xeyr. Ramazan ayından sonra və yaxud daha doğrusu Ramazan ayında əgər bir şəxs huşsuzluq səbəbi ilə oruclarını yerinə yetirə bilməsə və yaxud da ağır bir xəstəlik keçirsə, komada qalarsa, həmin şəxs Ramazan ayından sonra nədir? Qəzalarını yerinə yetirməsi vacib deyil. Yəni həmin şəxs üzürlüdür və üzürlülüyü də qəbul olunur. Əgər bir şəxs hər hansısa üzürlü bir xəstəlikdən dolayı Ramazan ayında oruc tutmadı və gələni ilə qədər xəstəliyi davam elədi. Fərz eləyək ki, bir il ərzində Allah bütün xəstələrimizə şəfa versin. Bir il ərzində həmin şəxs üzürlü oldu, xəstə oldu və tuta bilmədi. Sual, həmin günün qadın kişi fərq eləmir. Həmin günün qəzasını bu adam Ramazan ayından sonra əda eləməlidirmi? Və yaxud da hər hansısa, məsələn, xəstəliyi bitdi, bir ildən sonra, 2 ildən sonra uzun müddətli xəstəliklər var bu şəxsin və onun nədir? Xəstəliyi bitdikdən sonra qəza eləməlidirmi həmin günləri? Fəqihlərimizin rəyi budur ki, xeyr. Həmin şəxs nədir? Oruclarını nədir? Qəza etməməlidir. Sadəcə olaraq hər bir gün üçün nədir? Bir dənə fidyə verməlidir. Yəni minimum 750 qram bir kasıbı doydurmalıdır. Əgər bir şəxs bədəninin zəifliyi səbəbilə oruc tuta bilməzsə, məsələn, fərz eləyək ki, bir şəxsin bədəni zəifdir və tab gətirə bilmir. Hətta o şəxs gələn Ramazan ayına qədər belə olsa, bədəninin zəifliyi aradan getməsə belə, nədir? Onun qəzaları aradan getmir. Həmin şəxs gərəkdir ki, zəifliyi aradan getdikdən sonra qəzaları yerinə yetirsin. Bu məsələ daha çox həddi-buluğa çatmış xanımların, yəni qızların vəziyyətinə bənzəyir. Və ən əsasda əgər bir şəxs, məsələn, neçə il qəza orucları var və tərəddüd eləyir, mənim qəza orucum neçə ildir? 5 ildir, 10 ildir, ya daha çox, ya daha az. Həmin şəxs nədir? Gələk nədir? Tərəddüdünü kənara qoysun və neçə il əmin olduğu qədər, məsələn, fərz eləyək ki, həqiqətdə bu adam 12 il, 13 il qəza orucu var. Amma bunu bilmir, tərəddüd eləyir. Ola bilsinir, 10 da ola bilər, 8 də ola bilər. Əgər neçə ilə əmin olsa, həmin il qədər nədir? Orucu yerinə yetirməlidir. Və həmin şəxs nədir? Kəffarə vacib olmaz. Və digər suallardan da biri budur ki, rəhmətə gedən valideynlərin qəza oruçları haqqında soruşurlar. Məsələn, qardaşlardan biri deyir ki, mənim atam 45-50 yaşında rəhmətə getdi, heç ömründə oruç tutmamışdı. Onun orucunu kimsə tuta bilərmi? Ya bir məbləğ qarşısında və yaxud da oğlu və yaxud da qızı və s. Biz cavab veririk ki, bəli, rəhmətə getmiş bir şəxsin qəza oruçlarını, hətta namazlarını nədir? Başqası qıla da bilər, onu niyyət eləyib və yaxud da orucunu, əlbəttə ki, Ramazan oruçlarını həmin şəxslə tutdura bilər. Yəni bir şəxs, ən xüsusən də belə şeylər tələbələrdə olur ki, məsələn, bir muz qarşılığında anlaşırlar, məsələn, pulunda. Məsələn, fərz eləyək ki, məsələn, deyir ki, mənim atamın bir il, yəni bir il dərsə, yəni 30 gün Ramazan ayının orucunu tuta bilərsənmi? Qarşı tərəfdə və yaxud oğul da tuta bilər, hər kəs tuta bilər bunu. Onu niyyət eləyib, onun adından niyyət eləyib tuta bilər. Sadəcə olaraq bunun qarşılığında əgər bir məbləğ istənilsə, gərəkdir ki, məbləğ verilsin. Və sonda da bunu qeyd edeyim ki, Ramazan orucu barəsində və bu kəffarələr barəsində kimlər ki, bəzi suallar var, başqa suallar var, bizim şərh bölməmizdə bizdən əlaqəyə çıxa bilər. Və o şəxslərin ki, kəffarələri var, bu il kəffarəyə düşdülər, istəyərəkdən, istəməyərəkdən, Allah hər kəsin günahlarını bağışlasın, tövbələrini qəbul etsin. Həmin şəxslər əgər kəffarələrini ödəmək istəyirlərsə da, məsələn, bəzilərinin 61 gün kəffarəsi olur. Ya orucunu bilərəkdən açıb, ya başqa səbəblərdən, əgər orucu pozan əməllərə daxil oldularsa da, 61 gün, əlbəttə ki, 31 gün aralıqsız, 31 gün ardı ilə oruc tutmalıdırlar, 31 gündən sonra artıq fasilədən tuta bilərlər 61 gün qəza orucunu. Məsələn, bəzi şəxslər var ki, onlar orucu tuta bilmirlər. Deyirlər ki, məsələn, mən istəyirəm bunu fidyədən və yaxud da nəsə bir məbləğdən ödəyim. Bəli, belə şey mümkündür, müxtəlif yollarla.
61 gün orucun yerinə eləyə bilər. Məsələn, 60 nəfər nədir? 61 nəfər kasıbı doydursun, yetimi doydursun. Bəzi qardaşlar da sual eləyir ki, indiki zamanda kasıb yoxdur, yetim yoxdur, təəssüfləri olsun. Amma bunun müxtəlif yolları var. Onlardan da böyle məsələn Seyidistan ağanın nədir? Dəftərində bu işə baxan bir şöbə var. Orada bir məbləğ pul ödəyirsən və onlar sənə nədir? Sənin adından 61 yetimin, 60 yetimə nədir? Kasıba doydururlar. Minimum 750 qram yeməklə və sənin də kəfarən aradan getmiş olur. Bu həmçinin yalnız sağ olan şəxsə də aid deyil. Məsələn, fərz eləyək ki, bayaqda qeyd elədiyimiz kimi birinin valideyninin illər boyu nədir? Oruc tutarı var, tutulmayan oruc tutarı var. Eləyə bilər məbləğ ödəsin və nədir? Valideynin axirətdəki yükü yüngülləşsin. Allah hər bir kəsin istiğfarını qəbul eləsin. Allah hər bir kəsin tövbəsini qəbul eləsin. Bu gözəl günlərdə bizim artıq Şəvval ayı başlayır. Bugün artıq Şəvval ayının 2-ci günüdür. İmanımız zəifləyir sürətli şəkildə və qardaşlar daha çox yemək, içmək və digər kərahətli işlərdə məşğul olmaya başlayırlar. Çalışın bu günlərdə gələn Ramazana qədər özünüzü elə Ramazan ayında hiss eləyin. Elə bilin ki, bütün aylar Ramazan ayıdır. Bütün kərahətli işlərdən, bəyənilməyən işlərdən çəkinək. Daim ixlaslı olay, daim Allahın dediyi kimi yaşayaq, daim Quranla irtibatımız olsun, Əhl-i Beytlə irtibatımız olsun və çalışayın haramlardan çəkinəyin. Bu günlük bu qədər. Allah hər birinizin ibadət ayətlərinizi qəbul eləsin. Esselamu aleykum cəmiyyən və rəhmətullahi teala və barakatuhu.